Nur şəhərində Mingəçevir Dövlət Universiteti, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və HBN Qrup Akademiyinin təşkilatçılığı ilə Regional Universitet Sənaye Birliyi Sammiti 2025 uğurla keçirilib. Arena Hotel Kürdə baş tutan sammit Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Zəfər Sədası Uşaq Xor qrupunun ifasında Azərbaycan dövlət himninin səslənməsi və Mingəçevir Dövlət Universitetinin himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri universitetin rektoru Anar Eminov açaraq sammitin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, Regional Universitet Sənaye Birliyi Sammiti 2025 ölkənin regionlarda təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addımdır. Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov, HBN Qrup Akademiyinin icraçı direktoru Tariyel Dövlətov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Mürsəl Rüstəmov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə, gənclərin məşğulluq imkanlarının artırılması baxımından universitet sənaye əməkdaşlığının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirmək istəyirəm ki, Mingəçevir Dövlət Universiteti bir həftə öncə 6 Türkiyə Universitetinin, Dövlət Universitetinin birgə memorandumları imzalamışdı. Bu sadə bir memorandum deyil, yəni ənənəvi bir memorandum deyil. İkili təhsil proqramları və proqramın eyniləşdirilməsi məqsədi güdürdü. Ona görə Türkiyə tərəfinin də xüsusi tələbləri var idi ki, universitet sənaye yönümlü universitetin formalaşması üçün və dövlət sənaye universitet əməkdaşlığının yaranması üçün bu sammitlərə ehtiyacları var və bilirsiniz ki, bugün 110-dan artıq dövlət sənaye şirkəti nümayəndələri burada iştirak edirdilər sammitdə və onlar ən çox tələbələrin ehtiyac duyduqları təcrübə yerləri, 800-ə yaxın təcrübə yerləri bu günləri təqdim elədilər. Hesab edirəm, yalnız Mingəçevir Dövlət Universiteti üçün deyil, həm də Aqrar Universitet, Gəncə Aqrar, Zaqatala, UNIK burada iştirak edirdi, eləcə də Gəncədən Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti bütün bu region universitetləri üçün faydalı olacaq və bunun davamlı olmasını arzu edirəm. Tədbirin sonunda Mingəçevir Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan HERA İnstitutu və Progress Təlim və Tədris Mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandumlar gələcəkdə birgə layihələrin, təcrübə proqramlarının və elmi tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur. Sammit çərçivəsində Dövlət Məşğulluq Agentliyi ilə birgə karyera sərgisi təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz vakansiyalarını, fəaliyyət istiqamətlərini və xidmətlərini təqdim edib. Tədbirdə təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə və istehsal sektorları, ticarət, logistika, konsalting, turizm, media və sosial xidmətlər sahələrini təmsil edən qurumlar iştirak ediblər. Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib və tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub. Elvin Qudratov, Rahim İbrahimoğlu, Bugün İnformasiya proqramı üçün.